göster. Sevgi. Yanına istəyirəm. Apar məni yanına. Ana. Qavşalya. Qavşalya. Arada anama baş çək. Elə hey yeyirsən. Zidadan da əl çək. Lazım deyil. Yine onu müdafiə eləyirsən? Yox, yox, elə belə deyirəm. Son zamanlar yaddaşı zəifləyib. Bir-iki gün ac qalıb özünə gələr. Görmürsən, yaman nankör olub. Bəlkə də elədir, amma... Nə amma? Heç nə. Ana, camaşırxanadan hələ də mavi sarımı gətirməyiblər. Bəzi kolleci getməliyəm. Sənin o qədər sarım var ki, başqasını geyin. Yox, geyinə bilmərəm. Rəfiqələrimə söz vermişəm ki, mavi sarımı geyinəcəm. Bu camaşırxanada işləyənlərin vicdanı yoxdur. Səni başa düşmürəm, qızım. Sən kolleci rəfiqələrinə sarilərini, professorlara isə köynəklərini göstərməyə gedirsən? Kes səsini. Sən həmişə qızıma irad tutursan. O indi elə yaşdadır ki, geyinib gecinməlidir. Qızım, bugün kolleci getmə, evdə qal. Ana, mən kolleci mütləq getməliyəm. Bugün təqaüd verəcəklər. Təqaüd? Məyər bugün ayın biridir? Hə? Dünən 31 idi. Deməli, bugün ayın biridir. Deməli, bugün cənab vəkil gələcək. Hə, mütləq gələcək. Axı bugün ayın biridir. Yalan danışmırsan ki. Ne danışırsan? Öz gözlerimle görmüşəm. Xala incimə. Amma böyük qızın oğlanlarla top oynamağı heç də yaxşı iş deyil. İndi gedib ona göstərərəm. Bunu götür xala. Hə oğlum, indi onun dərsini verərəm. Başqa nə edə bilərəm ki? Dolanmaq üçün çox şey eləməli oluram. Bu sənin nəyinə lazımdır? Axı sən onların puluna dolanmırsan. Düzünü desəm, o insanlardan heç xoşum gəlmədi. Niyə onlar səni bizim qarşımızda o kökdə çıxartdılar? Bugün isə sən çox gözəl görünürsən. Belə xoşuma gəlirsən. Düzdür əzizim? Hə, mənə özgə geyimləri çox yaraşır. Düz, çatdıq. Ey, bu hansı bölmədir? Bölmə niyə olur? Evini tanımırsan? Mənim evim? Oo! Axı cənab inspektor, mən evdən gedəndə o balaca bir daxma idi. Bir-iki günə yaman böyüyüb. Çəkin əlinizi, nə istəyirsin? Günləri təyin elədi. Mən də razılaşdım. Tarixi keçirmək olmaz. Qulaq as qızım. Əsas vəzifəmi nə qədər tez yerinə yetirsəm o qədər yaxşıdır. Toyundan sonra atanın bütün mülkü, torpaqları, malikanəsi sənin adına keçəcək. Başa düşürəm əmi, amma olmaz ki, toyu biraz... Nənə, mümkündürsə, məni bağışlayın, mənə toxunma. Əgər xeyirxah işə görə yalan danışmalı olursansa, onda yalan həqiqət kimi qəbul olunur. Bunu mənə siz demisiniz. Yadınızdadır. Cənab inspektor.